Her bahar gələndə kövrəlirəm mən. Qaçıb kəndimizə getməyim gəlir. Yaşıl yamaclarda rəng-bərəng bitən güllər arasında itməyim gəlir. Ensiz cığırlarda yıxılım, durum, toz torpağı üst başıma bulaşsın. Otları yollardan əlimlə yolum, sarmaşıqlar ayağıma dolaşsın. Çadır qurub evimizin yerində, bircə gecə qonaq qalım vətəndə. Dərin it burnunu, kəkli yotunu, çay dəmliyim, süfrə salım vətəndə. At çapıb yaylağa çıxım vətəndə, əsən yerlər tumarlasın telimi. Gülçey yox, qanqal dərim vətəndə, giccanlar dalasınlar əlimi. Ziyarət eləyim qərib atamı, üzümü söküyüm solmuş şəklinə. Süzülsün göz yaşım, axsın, qarışsın, həsrətdən gözləri dolmuş şəklinə. Hər bahar gələndə kövrəlirəm mən. Qaçıb kəndimizə getməyim gəlir. Ayrılıb bir anlıq qəmdən, kədərdən, uçub kəndimizə getməyim gəlir. Köçüb kəndimizə getməyim gəlir. Sizden xahiş edirik ki, Ümumilli liderimiz Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən əziz şəhidlərimizin eyni zamanda 37 ildir ki, məzarları ziyarət olunmayan, Qərbi Azərbaycanda uyuyan əzizlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edir. Allah rəhmət etsin.
ve mütləq siz gələcəklərə gedimiz, gözəl Göyçə torpağını da verəcəksiniz. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarını da verəcəksiniz. Ümumi lider Heydər Əliyev Qərbi Azərbaycanlıların vətən həsrətini yağmur hərəkətlərdən məlhəm olan bu çıxışı onların ata-baba yurtlarına qayışa olan inanlarını artırdı. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad edilməsi isə onların öz evlərinə dönməklə haqqı olan ümidlərinin qol-budaq açmasına səbəb oldu. 1980 zamanı 1989-cu ildə yaratılan Azərbaycan Qaçqınlar Cəmiyyəti 2022-ci il avqust tarixində yenidən təşkil edilərək Qərbi Azərbaycan icması olaraq formalaşdı. Qərbi Azərbaycanlıların vətən həsrəti ilə bölünən ləqələrində geri qayıdış ümidləri 24 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inzibati binamızın açılışına gəlməsi və görüş zamanı söylədiyinliklə daha da oluşlandı. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksən edib, dağıdıb, Azərbaycanlıların tarixi irsini silmək istəyib. Ancaq buna nail ola bilməyib. Çünki tarix var, sənədlər var, xəritələr var və bu binada nümayiş etdirilən 20-ci əsr əvvəllərinə təsəvvür edən xəritə bir dolu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayır. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Hörmətli Şəfi Kərim hocam, əziz tədbir iştirakçıları, hər birimizi Qarakilsə rayonu Şəfi Kərim icmasının Novruz bayramı münasibəti ilə təşkil etdiyi Baca-Baca İlahır Çərşənbə adlı tədbirimizdə ürəkdən salamlayır və sizi bu bayram əhval-ruhiyyəli tədbirimizdə xoş istirahət arzu edirik. Dəvətimizi qəbul edib, bugünkü tədbirimizdə iştirak edən hörmətli qonaqlarımıza təşəkkürümüzü bildiririk. Qədim Türk yurdu olan Zəngəzurda Novruz adət-ənənələri, Baca-Baca İlahır Çərşənbə adlı tədbirimizi təşkil etməkdə icmamızın əsas məqsədi isti ocağın başına toplanıb, xoş əhval-ruhiyyə ilə yeni ili qarşılamaqla ziyalılarımızın, ağsaqqal ağbirçəklərimizin xeyir duaları ilə təzə ilə qədəm qoymaqdır. Çox təəssüf hissi ilə qeyd edirik ki, uzun illərdir ki, Qərbi Azərbaycandan öz dədə-baba yurtlarını tərk etməyə məcbur olan soydaşlarımız tərəm-tərəm düşüblər. Bir ocağın başına toplaşan cəmaatımız 37 ildir ki, hərəsi ayrı-ayrı yerlərdə bu əziz bayramımızı qeyd edirlər. Baca-Baca İlahır Çərşənbə ilə xatirələrimiz harda olsaq da hər bayram qabağı xəyalımızda dolanır, hatırlanır. Bugün sizlərlə birlikdə Şəki kəndimizdə keçirdiyimiz Baca-Baca İlahır Çərşənbənin xatirələrini birlikdə bölüşəcəyik. Növbədə hamını salamlayıram və məni bura dəvət etdiyiniz üçün sizin icmaya, Qərbi Azərbaycan icmasına, daha doğrusu bizim icmaya öz dərin təşəkkürümü bildirirəm. Bu ansambla yaranma təşəbbüsü ilk növbədə Qərbi Azərbaycan icması Qanunlar Şurasının sədri Məlahət xanım İbrahim qızının təşəbbüsü ilə olmuşdur və mən də bunu böyük məmnuniyyətlə qəbul etdim. Onlar biləndə ki, mən musiqisiyəm, bu təşkillə mənə müraciət etdilər və mən də böyük məmnuniyyətlə qəbul etdim, çünki özüm də əslən Zəngəzurluyam. Və bildiyim kimi bilirəm ki, Qərbi Azərbaycan dərin bir faktora malikdir və bu faktorun da bir növü musiqidir.
Bu cəhətdən bizim musiqi nömrələrimiz, repertuarımız demək olar ki, Qərbi Azərbaycanda unudulan, yaddan çıxan xalq mahnıları, aşıq havaları və bəstəkar Səyid Rüstəmovun, əslən İrəvanlı olan Səyid Rüstəmovun repertuarına əsaslanır. Buyurun, dinləyin, nə dərəcədə xoşunuz gələcəksə, onu sizin alqışlarınız bildirəcək. İrəvanda xal qalmadı, bu xal nə xaldır? Qoşa düzülmüsən, bir görüm nə xaldır? Qoşa düzülmüsən. Daha məndə can qalmadı, daha məndə can qalmadı. O xal nə xaldır? Qoşa düzülmüsən, bir görüm nə xaldır? Qoşa düzülmüsən. Xal mənim, yar mənim, yar mənim, xalxana boşdur. Qoşa düzülmüşəm, yarım deyildir, qoşa düzülmüşəm. Mirabalar gəlir qutu, bu xalq xaldır, başa düşdür. İçi dolu kəhriyadır, içi dolu kəhriyadır, bu xalq xaldır, başa düşdürmüsən, yəqin nə xaldır, başa düzdürmüsən. Xal mənim, xal mənim, yar mənim, xalxana boşdur, başa düzdürmüsən, yarım dəlidir, başa düzdürmüsən. Xalxana boşdur, başa düzdürmüsən, ayar dəlidir, başa düzdürmüsən. Körüm aldının öz yar Hər bir bəşərin adının öz yar vətəndir. Bir bülbülə min can
Övladı vətən üçün ay aman, ay aman, ay aman, aman, ay aman, ay övladı vətən üçün belə yurd eşqi tükənməz insanın əzəl məqsədi insanın əzəl məqsədi son var vətəndir İrəvandır Zəngəzurdur Qərbi Azərbaycandır bütöv Aman 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 ay Ölü yaşılbaş sonalar kimi, sonalar kimi Ölü yaşılbaş sonalar kimi, sonalar kimi Yolulup gəliblər Göyçəyə qızlar, Göyçəyə qızlar Yolulup gəliblər Göyçəyə qızlar, Göyçəyə qızlar Ayna qabağında qara qaş göz, qara qaş gözüm Ayna qabağında qara qaş gözüm, qara qaş gözüm Süzdürüb gəliblər bulağa qızlar, bulağa qızlar Süzdürüb gəliblər bulağa qızlar, bulağa qızlar Hər birində mina gəldi nazik bir, ay nazik bir, ay nazik bir Ay sizə qurban tamam ölkə, tamam el, ay tamam el, ay tamam el Günah belə sığalamış qara tel, ay nazik bey Çox yaraşmış beyaz butağa qızlar Günah belə sığalamış qara tel, ay nazik bey Çox yaraşmış beyaz butağa qızlar Yağalar necə sitem etdilər Vaqifin könlünü çox Yağalar necə sitem etdilər Vaqifin könlünü çox Yenə durub qatarlaşıb getdilər Sözləri qoydular qulağa qızlar Yenə durub qatarlaşıb getdilər Sözləri qoydular qulağa qızlar Yenə durub qatarlaşıb getdilər Sözləri qoydular qulağa qızlar Yenə durub qatarlaşıb getdilər Sözləri qoydular qırağa qızlar aman ay Bayramov Əmir Hətamxan oğlu 1939-cu ildə Qarakilsə rayonunun Şəki kəndindən anadan olmuşam. Uşaqlığım, gəncliyim həmin kənddə keçir.
Orta məktəbi qurtardıqdan sonra Bakı şəhərində o vaxt Lenin adına pedaqoji institutun filologiya fakültəsini bitirdi. Kəndi çox qədim tarixə malikdir. Çox qədimə gedir, ancaq mən təxminən deyək ki, sizə 9-cu əsrdən danışım. Bax, 9-cu əsrdə Babək Şəki kəndində, Şəki qalasında məhz həbs olunub Akşin tərəfindən. Şəki kəndi gözəl təbiətə malik, qışı çox sərt, bəzən 20-25 dərəcəyə qədər şaxtası olan, 50-60 sant il olardı ki, qar yağardı. Lakin yayı mülayim təbiətli, gözəl bir ərazidir. 4 tərəfi dağlardan ibarət. Şəki kəndinin, demək, kəndin həm lap içərisindən, yolun altından kəndin orta hissəsi deyək hesablasaq, yerdən su qaynayıb çıxırdı. Qayalardan, torpaqdan o suyu təxminən bir 200-300 metr məsafədən çıxırdı və həmin su o qədər gürlaşmışdı ki, deyək, həmin suyun üzərində 1936-cı ildə Şəki kəndində Darvaza deyilən bir ərazi var, Darvazanın döşü. Həmin Darvazanın döşünün, o dağın ətəyindən deşib, tunel vurub. Əks tərəfdə su elektrik stansiyası tikmişdilər və o su elektrik stansiyası bütün Qarakilsə rayonunu təmin edirdi, ta ki 70-ci illərə qədər. Şəki tarixən Azərbaycan torpağıdır. Şəkidə bütün toponimlər Azərbaycan dilindədir. Bir dənə olsun, orada erməni sözü yoxdur. Sayıram, böyükdən kiçiyə deyək, bulaqları, Çıngıllı bulağı, Qoşa bulaq, Qoşundaş bulağı, Damcı bulaq, Sulu bulaq, Göygöl, Qaraqaya, Qızılqaya, Xorxor, Çıngıllı, Çəpərə qayası, Dəhnə, Qaraxanbəyli, Dəvəboynu, Sel dərəsi, Bulaqlı, Su tökülən, Örəncə, Bədəlin tövləsi, nə bilim, Gülünsənin tövləsi, Çəpərə qaya, Təhnəli, Şordərə, Qızılqaya, Şəkinin bir də unudulmayan çox gözəl, hardaysa 15-20 metr hündürlükdən axan həmin suyun əmələ gətirdiyi böyük bir şəlalə vardı. Şəlalə var, Şəki şəlaləsi. Həmin Şəki suyudan çıxan çay gedib qədimdən deyilən Bazar çayı adlanırdı. Həmin o Bazar çaya tökülür və o su gəlib Qubadlıda Bərgüşat çayına qarışır. Bax, həmin Şəkidən gələn Qarakilsə rayonundan axıb gələn çay. Bugün biz Şəki kənd, Qarakilsə rayonunun Şəki kəndi icması və əhalisi adından Novruz bayramı Zəngəzurda qədim Novruz ənənələri ilə əlaqədar İlaxır çərşənbə baca-baca tədbirinə toplaşmışıq cəmaatla. Məqsədimiz birinci, Zəngəzurda, xüsusən Qarakilsədə xalqın adət ənənələrini qoruyub saxlamaq və bunları gələcək nəsilə çatdırmaqdır. İkinci, amalımız dövlətin də qəbul elədiyi qərarla qədim Zəngəzura qayıdış, Qərbi Azərbaycana qayıdış proqramı əsasında gənclərimizi Qərbi Azərbaycana qayıdış proqramı ilə həm tanış etmək, həm də onlara bu haqda məlumat verməklə onlar bir növ estafetdir, nəsildən nəsilə keçirən estafet. Biz gələcək nəsillərə həmin estafeti vermək istəyirik. Yəni, görməsələr də tariximizi yaşatsınlar və inansınlar ki, biz dövlətin yürütdüyü siyasət nəticəsində mütləq həmin torpaqlara qayıdacağıq.
Ziyan eyləmsən ondakı dilsinləri sən, kürü ahıyla qurutdun, salı yandırdın ona. Onun hər guşəsi bir canlı kitab, keçilən anlarından bizə xatırlatdın ona. Su çilək kimi ürəklərdə qəzəb tonqalını, bir qəsdin önünü kəsdi, dayandırdın ona. Gətirinsiz məni zabul seygahın mayesinə, deyirəm bəlkə məni bir gün oyandırdın ona. Çox kitablar oxudum, zənn elədim bəxtiyaram. Mənə çox mətləbləri ahəstəcə qandırdın ona. Azərbaycan xalqı tərəfindən çox geniş miqyasda qeyd olunur. Onu da deyim ki, bütövlükdə götürəndə Novruz bayramının, bizim milli bayramımızın nə az nə çox bir 9000 illik yaşı var. Bunu əbədi olaraq yaşadan Azərbaycan xalqı. Son 200 ildə ona qarşı edilən haqsızlıqlar, ərazilərimizin işğalı, xalqımıza vurulan zərbələrə baxmayaraq xalqımız bu bayramı həmişə qeyd edib. Ən ağır günlərində belə qeyd edib. Və bu 4 çərşənbədən bu sonuncudur. Buna İl-axır çərşənbəsi deyirlər. Və burada artıq il təhvil olunur. Və onu da qeyd edib ki, onun başa çatması ilə, qurtarması ilə yeni il başlayır. Və bu, bayaq qeyd etdiyim kimi, ən azı bir 9000 illik dövrü əhatə edir. Azərbaycanın hər yerində, cənubunda, şimalında, qərbində bu bayram həmişə ən azı bir 10 gün ərzində qeyd olunur. Bunun çox gözəl adət-ənənələri var. Bunun çox gözəl demək, mərasimləri var və bu heç bir haqda yoxdur.
o bayram ilk növbədə bir bayram olaraq Azərbaycan ərazisində təşəkkül tapıb və onu da qeyd edeyim ki, 2009-cu ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, demək Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehmet xanım Əliyeva tərəfindən o UNESCO-da bizim milli bayram kimi qeydiyyata alınıb. Onun təşəbbüsü. Yəni bizim bu bayram məhz bizim xalqımıza məxsus olması artıq dünya bunu qəbul edib. Bugün biz Qərbi Azərbaycanın, Qərbi Zəngəzurun Qara Kilsə mahalının, Şəki kəndinin icmasının keçirdiyi bayramda iştirak edirik. Bilaxır Çərşənbə bayramıdır. Çox böyük bir yüksək səviyyədə təşkil olunub. Mən onu da qeyd edim ki, bu işdə mən icmanın sədri Azadıq xanımı ayrıca təbrik etmək istəyirəm. Çox vətənpərvər, çox təəssübkeş, milli ruhu yüksək olan bir insandır və bütün kənd cəmaatı, icması toplanışı, əlavə olaraq Zəngəzurun hər yerindən qonaqlar var. Bu da diqqəti cəlb edən bir məqamdır. Çünki bizim gücümüz bizim birliyimizdədir. Bu Qərbi Azərbaycanın bir hissəsidir, bir parçasıdır. Amma bu böyük bir qüvvədir və mən qəti şəkildə əminəm, Cənab Prezidentimizin dediyi sözlərə, etdiyi müraciətlərə istinad edilərək bir daha deyirəm. İnşallah bu bayramı çox yaxın bir vaxtda, çox çəkməz. Mən buna qəti inanıyorum ki, biz elə bizim Qərbi Zəngəzurun Şəki kəndində, Qafanda, Beğridə, Korusda, bütün kəndlərimizdə, şəhərlərimizdə və təbii ki, İrəvanda qeyd edəcəyik. Buna görə də mən bu bayram münasibətilə ürəkdən təbrik edirəm və inanıram ki, biz çox qısa bir müddət ərzində öz arzumuza çatıb, bunu bütün Azərbaycanda qeyd edirik. Doğru olsun. Qurbanam göçəyəməm. Xoş gördük əziz dostlar, hörmətli el oğullarım, el qızlarım, elim, günüm, obam mənim. Bu günlər Novruz bayramları, Novruz günləri ərəfəsindəyik, yazın nəfəsi gəlir, gül çiçəklər artıq o qarın altından baş qaldırır, qaranquşların səsi, sədası hər yanı götürüb. Deməli, Novruz lap qapımızın ağzındadır və bugün də Qarakilsə rayonu Şəki kəndinin toplantısındayıq. Baca-baca və Novruz bayramı münasibətilə təşkil olunan bir məclisdəyik və bu məclis də belə deyim ki, bir doğrudan da Novruz ovqatlı, Novruz əhval-ruhiyyəli insanlarımız hamısı yığışıblar bura. Zəngəzur adət-ənənəsi və ardınca da orada Göyçə adət-ənənəsi
görürük. O deməkdir ki, biz öz yurdumuza qayıtma ərəfəsindəyik. Böyük Qərbi Azərbaycana böyük qayıdış kampaniyası ərəfəsində keçirilən bu tədbir bizi öz elimiz, obamıza daha da yaxınlaşdırır. Mən inanıram ki, biz tezliklə öz yurdumuza gedəcəyik və orada Novruz bayramının bütün deməli detalları ilə, bütün çalarları ilə yenidən həyata keçirəcəyik. Xıdır Nəbi bayramı, Xıdır Nəbidən 2 həftə sonra çərşənbələr gəlir. 4 dənə çərşənbəmiz, zibil təki dediyimiz, sonra Qara bayram və yaxud da Öl təki dediyimiz çərşənbəmiz, daha sonra İlnaxır çərşənbəmiz gəlir. İlnaxır çərşənbəmizdən sonra Baca-Baca bayramı və səhərsi günü Qırmızı bayram. Bütün bunları yenidən yaşamaq, yenidən o ovqata dolmaq arzusu ilə bütün millətimizi, bütün Qərbi Azərbaycanımızı, bütün Azərbaycanımızı səmimi qəlbdən təbrik edirəm. Həmişə bayram əhval-ruhiyyəsində olaq. Diqqətinizə görə sağ olun. Gün o gün olsun ki, bu təbrikləri, bu sazlı sözlü günlərimizi Göyçəmizdə, Qərbi Azərbaycanımızda qeyd edək inşallah. Müzik
Heydər baba, ildırımlar şaxanda, sellər sular qılqayıb baxanda, qızlar onu səhv bağlayıb baxanda. Salam olsun şövkətinizə, elinizə, mənim də bir adım gəlsin dilinizə. Usta Çəngiyarımızı böyük hürmətlə, ehtiramla anırıq və bizim cənubumuzdan da qonağımız olan, əzizimiz olan Azərbaycan Yazıçılar Birliyinin Cənubi Azərbaycan bölməsinin rəhbəri, hörmətli Sayman müəllimə söz verir. Öz ustadımız Ustad Şəhriyarı yad elədiyimizə görə əslində hər şeydən öncə mən də bir söz demək istəyirəm ki, Cənubi Azərbaycan böyük bir anlayışdır, bilirsiniz. Mənim hesablamalarıma görə 1 milyon kvadrat kilometre ərazidə hal-hazırda 45 milyonluq soydaşımız yaşayır. Amma bütün Azərbaycanı götürdükdə, Qərb bölgəsi əslində bizim dolduğumuz ərazi, bugün Urmiyaz, Ulduz, Qərb Azərbaycan adlanır. Və deməyim odur ki, Qərb Azərbaycan təhsil Göyçədə Əzəriyyatında bitmir. Qərb Azərbaycan həm təfəkkür olaraq, həm də ərazi olaraq çox böyük. Və Soyuqbulaqdan tutmuş İrəvana qədər Qərb Azərbaycan kültürü, Qərb Azərbaycan mədəniyyəti yaşamaqdadır, bugün də yaşamaqdadır. Və mən də Cənubi Azərbaycanlı kimi getsəm də, amma fəxrlə deyə bilərəm ki, Qərb Azərbaycanlıyam və ümidim, arzum budur ki, bir gün doğrudan da bu kimi şad və şən məclislərimiz bizim tarix torpaqlarımızda mütləq keçirilsin, biz də orada böyük məmnun iştirak edelim. Bir məclisdə stolun arxasında yığışırlar. Bura gəldi Azadlı xanım içəri girəndə illərlə bundan qabaq görmədiyi insanları gördüm, görüşdük. Xeyr işlərlə yaramışam, Allah həmişə xeyr işlərini qismət eləsin. 50 ildir mikrofon qarşısında, 73-cü dramaturqlara da Filharmoniyada konsert aparası oldum. İşlər radyoda işləyə, işlədim orada nə qazandım, bax verəcək gözəl insanlar qazandım. 3 dəfə məndən soruşurlar. Bu illərdə 3 dəfə soruşduqları formada qeybəyə tutulan siz yerasınız. Təsəvvür edin, hər üçündə gülmüşəm. Və başa düşmüşəm nə deyirlər. Axırda izah eləmişəm ki, özümə birinci növbədə və başqalarına da ki,
o sualda təbiilik var. Demişəm, bilirsin deyə bir onu soruşursun məndən. Həmişə bir yerdə soruştum, səbəbi nədir? Həmişə bir yerdə görülür. O da təbiidir. Çünki bir var sözü yaratmaq, bir de var sözü yaşatmaq. Qəribə Azərbaycan torpağının yetirmələri bütün Azərbaycanımıza, bütün torpaqlarının hər cəhətin qızıldır, insanlığın daxili mənasında. Dünyada ən istedadlı insanlar yaşından aşağı olaraq Azərbaycandadır. Sadəcə qiymətli paylaşır. Hər zonamızın özünün gözəl xüsusiyyəti var. Qəribə Azərbaycanın yetirmələri isə sözü yaradanlardır. Sonra yaşadanlar. Ben onlardan çok şey öğrenmişim ben onlarla. Onlar da ne bileyim nəsə, hoş gelmişik birbirimize uzun müddet ünsiyette olmuşuz. Çok şadam ki o xeyir işlere ben yaramışam ve görende de böyle birbirimizle hoşçakalın görüşmüşük. Bugün bir növ Qərbi Azərbaycan getirmelerinin sizin simanızda hamının bayramıdır. Çərşənbə də bu gündür, Bahar bayramı da bu gündür. Bütün o hoş hislərinizi topluluğda mən təbrik edirəm. Allah mübarək eləsin. Həmişə belə şadlıqda olasınız, həmişə belə bir olasınız. Var olasınız. Bir daha təbrik edirəm, çox istifadə eləmək istəmirəm vaxtdan. Bir şehir demək istəyirəm. Azərbaycanımızda bir daha təkrar edirəm. İnsanlar lazım olan en vacip şeyler var. Bu insanların sığmasında, yaşından asıl olarak insanların sığmasında bir şeye böyle ihtiyacımız var. Onda Tevfik Bayram deyib rəhmətli. Tevfik Bayram deyib ki, kişiler görmüşəm qisməti, payı, böyük bir ailədir, külfətdir, balaca otaq. Her akşam qadını dəmləyən çayı 100 ziyafətə dəyişmələcək. Kişiler görmüş, kadınlar görmüşəm, arsuz qalır, ürəyi həsrətdən bir şəxsi olur. Yollara baxmaqdan gözü qaralıb, çeşməyi pəncərə şüşəsi. Rəislər görmüşəm, sinə qəfəsi, az qalıb partlasın bir səksəsindən. Birisini soyudu qadın nəfəsi, evdə şəfa tapır bir təbəssümdən. Qadınlar görmüşəm, dünya aqəmini, evindən gedərkən sarı hər akşam. Kişi ürəyinin sarı sevini, qayı mizrabı ilə çalır. Her dasa başına yanar anlayışlar. Kiminse şöhreti adım yarattı. Evde ülke yerleri, gülgün bakışlar, evde sarılayanların. Seven yüreklerden bir istek gezir. Bir şirin tebessüm, bir lokma çörek. Vefalı kişileri ve telesir. İlk görüş yerine telesenlerdir. Ona ihtiyacımız var ki yaşımızda nasıl olarak her bir Azerbaycanlı biz evimize telesayır, öbür yoldaşımızın yanına, çocuklarımızın yanına ilk görüş yerine teraslanlar kimi. Onda biz her bir aile həcmcə küçük ama mənaca çok büyük devlet. Azerbaycanımız da o devletlerin birleşmesidir. Biz ne kadar birleşsek, möhkəm birleşsek, tez gelmeyecek, bir görüş yerine gelen kimi gelsek, ailemiz yine möhkəm olur, Respublikamız da möhkəm olur. Devlet birliği, xalq birliği, Allah onu üstlenir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Tarixi Etnografiya şöbəsinin aparıcı elmçisi, tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadə. Mən də Azərbaycan xalqımı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Bu yeni ilimizdə uğurlar arzulayıram vətənimizə. Günə gün olsun torpaqlarımız geri qayıtsın. Biz yenə də Qarakilsə mahalında orada bu bayramımızı keçirdik. Və bugünkü keçirilən bayramın da yəni təşkilində Azadə xanıma çox böyük təşəkkür edirəm ki, belə bir gözəl tədbir keçirdi. Novruz ənənələri, Novruz İlaxır çərşənbəsi, yəni Baca-Baca bayramı bu bizim milli müqəddəs bayramımızdır və bu münasibətlə təbrik edirəm.
soydaşlarımızla birgə Novruz bayramını qeyd edirik. Bir arzu ürəyimdə cücərir ki, o gün olsun Qərbi Azərbaycanda, Şəki kəndində, Urudda, Zəngəzurda, Qarakilsədə, o gözəl, müqəddəs torpaqlarda tonqallarımız qalansın, süfrələrimiz qurulsun və öz dədə-baba adətlərimizi biz doğma vətənimizdə, yurdumuzda, elimizdə qeyd edək. Biz hamımız buna inanırıq. İnanırıq ki, haqqımız olan qayıdışın iştirakçılarına çevriləcəyik tez bir zamanda. Çünki bizim inamımızın əsası var. Vətən sevgimizdir bu əsas. Yurda bağlılıqdır və hər birimizin ən ümdə arzusudur ora ləyaqlı və ləyaqətlə qayıtmaq. Əziz yurtdaşlarım, əziz həmvətənlərim, hər birinizi bu gözəl bayram münasibəti ilə ürəkdən təbrik edirəm. İnşallah tezliklə vətəndə görüşək. Elməddin Behbud. Bugün Qarakilsə rayonunun Şəki icmasının nümayəndələri Novruz bayramı münasibəti ilə bir araya gəliblər. Şəki kəndində Qarakilsə rayonu icması da daxil olmaqla bütövlükdə Qərbi Azərbaycan əhalisindən olanlar, müxtəlif yaş kateqoriyasından olan əhalilər bir qismi bilavasitə öz xatirəsində olanlarla, bir qismi valideynlərindən və yaxın adamlarından eşitdikləri ilə Qərbi Azərbaycanı, doğma yurt yerlərini yad edirlər. Ancaq əlbəttə ki, zaman keçdikcə nəsillərin dəyişməsi ilə bizim dədə-baba yurdlarımızla bağlı olan xatirələrimizin, məlumatların itməsi təhlükəsi var. Bu cəhətdən bu tip tədbirlərin keçirilməsi, tarixin və taleyin hökmü ilə ölkənin müxtəlif ərazilərinə dağılmış və icma şəklində, kompakt şəkildə yaşamayan Qərbi Azərbaycanlıların bir araya gələrək həm keçmişdə olan hadisələri yeni nəsillərə ötürməsi, həm gözəl ənənələri yaşatması, həm də yenidən Qərbi Azərbaycana dönüşlə bağlı görülməli işləri müzakirə etməsi son dərəcə təqdirə layiqdir, sevindirici haldır. Bugün Şəki kənd icması Novruz bayramı münasibəti ilə bir araya gəlib. Siz özünüz də gördünüz ki, xeyli sayda insan çox böyük şövqlə, böyük sevinclə bugünkü tədbirdə iştirak edir. Mən sevinirəm ki, Qarakilsənin müxtəlif kəndlərindən olan şəxslər müxtəlif mövzulu tədbirlərdə artıq bir araya gəlirlər, toplanırlar və əvvəlki dövrlərdən fərqli olaraq indi artıq hər kəs çox qısa bir zamanda, yəni perspektiv deyil, cari planda öz kəndinə, doğma yurduna qayıtmaqla bağlı müzakirələr aparırlar və arzularımız artıq uzaq hədəfləri əks elətdirmir. Bu cəhətdən 2022-ci ilin 24 dekabrında Cənab Prezidentin Qərbi Azərbaycan icmasına gələrək orada Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi Qərbi Azərbaycana qayıdışla bağlı strateji konsepsiyanı açıqlaması və bundan sonra Qərbi Azərbaycan icmasının yalnız yerli deyil, həm də beynəlxalq platformalarda qayıdışın zəruriliyi ilə bağlı çoxşaxəli fəaliyyətə keçməsi ayrı-ayrı yerli planda, lokal səviyyədə də artıq bizim icmanın üzvlərini hərəkətə gətirib. Mən inanıram ki, çox da uzaq olmayan müddətdə biz doğma yurt yerlərimizə qayıdacağıq. Yenidən bu bayramları öz doğma yurdumuzda, ocağımızda keçirəcəyik və artıq 35 ildən çox müddətdə məzarları ziyarət olunmayan əzizlərimizin, doğmalarımızın məzarlarını ziyarət edəcəyik və qürurla, könül rahatlığı ilə deyəcəyik ki, biz qayıtmışıq, biz gəlmişik. Məcburən orada məskunlaşırlar və bugün bizim məclisimizdə çox hörmətli bir qonağımız bu uzaq yolu məhz bizim icmanın dəvəti ilə qət edib, bizim icmamızla bir yerdə olan Şəki rayonun Yeni Azərbaycan Partiyasının sədri müavini çox hörmətli Ziya müəllim iştirak edir. Sizə bir daha icmamız adından bu uzaq yolu gəldiyinizə görə təşəkkür edirik və sizin həm təbrikinizi, həm də bilirsiniz ki, bizim Şəkidə əmanətimiz var, cəmaatımız var. Onların da bir təbrikini eşitmək istəyim. Buyurun. Çox sağ olun, hörmətli Zadə xanım. İlk öncə dəvətə görə təşəkkürümü bildirirəm. Dəvətə görə göstərilən yüksək konfirmətəliyə görə mən tədbir iştirakçılarının əllərini salamlayıram. Əlbəttə, Qərbi Azərbaycanlı olaraq Qərbi Azərbaycan icmasına, Qərbi Azərbaycan soydaşlarımıza
xidmət göstərmək mənim üçün bir şərəfdir. Əlbəttə, gözəl qeyd elədiniz ki, Qərbi Azərbaycanın soydaşlarımız mərhələli şəkildə Ermənistan tərəfindən rəhbərlik tərəfindən deportasiya olunmuşdur və onlar ölkəmizin müxtəlif ərazilərində zaman-zaman məskunlaşıblar. Onlardan da müəyyən ismi Şəki rayon ərazisində, kəndlərində məskunlaşıblar. Onlardan misal çəkdik Daşbulaq kəndini, hal-hazırda Şəki kəndini, Qayabaşı kəndi, Sahillər kəndi, mənim özümün yaşadığı Aydınlaq kəndi, yəni orada bizim Qərbi Azərbaycanlı soydaşlarımız var. Hansı ki, onlar arasından tamamı şəxslər də var ki, onlar fəaliyyət göstərdilər, ölkəmiz üçün bunların sizə xidmətlər göstərdilər və qeyd etmək istəyirəm ki, bugün həmin soydaşlarımız ölkəmizdə yaşayırlar, fəaliyyət göstərir. Biz Yeni Azərbaycan Partiyası olaraq eyni zamanda həm o önlərimizin siyasi içi ilə Cənab Prezidentimizin siyasi fəaliyyəti təbliğ ilə yanaşı, eyni zamanda da Qərbi Azərbaycan icmasının fəaliyyətini təbliğ ilə məşğul olur. Əlbəttə ki, bu Qərbi Azərbaycanları biz Qərbi Azərbaycanlı soydaşlarımızın belə deyək, birləşdirilməsi, onların yurtların təmin edilməsi istiqamətində çox bir uğurlu addımı tərəfindəyik və onu dəstəkləyirik və eyni zamanda həm ümid edirik, həm də əminliklə qeyd edirik ki, bizim Qərbi Azərbaycanlı soydaşlarımız Cənab Prezidentimizin də tərəfimizə desək, öz tarixi dədə-baba torpaqlarına qayıdacaqlar. Çünki həqiqətən də bu missiyanın arxasında dövlətimiz və ölkə başçımız dayanır. Mən fürsətdən istifadə edib şəkildə yaşayan Qərbi Azərbaycanlı qardaşlarımız adına hər birinizi Novruz bayramından təbrik edirəm. Hər birinizə can sağlığı, fəaliyyətinizə uğurlar edirəm. Bir daha dəvət edirəm. Təşəkkür ederim. Bugünkü bu güzel tədbirimizin, Azərbaycan tədbirimizin, Novruz tədbirimizin belə gözəl, şən əhvalında sizə keçməsində sizə çox təşəkkürümü bildirirəm. Çox var olun. Evinizdə həmişə bayram süfrələri açırsınız. Həmişə əhvalınız Novruz